Salam değerli izleyiciler, kanalımıza hoş geldiniz. Bugün ise satışta olan daha bir menzili təqdim edirəm. Başlamadan önce 2 saniyeniz ayırıb kanalımıza abone olmağı, videonu beğenmeyi ve bu güzel mənzil hakkında fikirlərinizi bizimle bölüşmeyi unutmayın. Mənzil yerləşir Nərimanovda, Heydər Əliyev mərkəzinin düz yanında, şəhərimizin ən gözəl, prestijli yaşayış komplekslərindən biri olan Zümrüt Rezidens yaşayış kompleksində yerləşir. Yeni təmirdən çıxmış və təmirdən də sonra yaşayış olmamış 2 otaqlı, geniş 2 otaqlı mənzildir. İndi mən mənzildə olan bütün otaqları, hər bir detayla sizin nəzərinizə çatdıracağam. Həmişə olduğu kimi başlayırıq mənzilin giriş hissəsindən. Giriş qapımızı görürsünüz. Girişdən daxil olduqda sağ tərəfdə bu gördüyünüz şkaf yığılıb, güzgülü içərisini göstərir. Yəni dərinlik də yaxşıdır. Demək olar tam axıra kimidir. Əşyalarınızı tam rahatlıqla yerləşdirmə imkanınız var. Döşəmə isə qranitdir. Üstü döşəmə ilə təchiz olunub. İşıqlandırmada lüstr və spotlardan istifadə olunub. Eyni zamanda buralar da yerləşdirilib. Girişdən daxil olduqda üzbəüz tresuarımız var. Burada böyük güzgümüz gizli işıqla aşağı hissəsi siyirmədir. Otaqların yerləşməsini sizin nəzərə çatdırım. Bura mənzilin qonaq otağıdır. Yanında mətbəxi, sanitar qovşaq. Orada isə mənzilin yataq otağı yerləşir. Gəlin elə başlayaq qonaq otağından. Mən bir-bir bütün otaqları sizə göstərim. Buradan dediyim kimi daxil olaraq mənzilin qonaq otağına gözəl, geniş, işıqlı, gün düşən qonaq otağı var. Ümumiyyətlə mənzilin bütün otaqlarına gün düşür. Burada nəyimiz var? Deməli, mərkəzdə gözəl böyük lüstrumuz var. Gizli işıq spotları öz yerində. Bu hissədə buralar yerləşdirilib. TV internet çıxış burada nəzərə alınıb. Bu hissəyə mebel dəstinizi tam rahat yerləşdirə bilərsiniz. Bu tərəfdə kondisionerin yeri qoyulub hazırdır. Masanı yerləşdirmək olar bura 6 nəfərli, 8 nəfərli, üstündə yuxarıda təyirli işıqlardan istifadə olunub. Buradan mənzilin eyvanına çıxış var. Həm buradan, həm də mətbəxdən çıxış var mənzilin eyvanına. Pərdəmiz açılıb, hər şey hazır vəziyyətdədir. Yəni mənzil hazırdır, sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Açıq rəngli divar kağızlarından istifadə olunub ümumilikdə mənzildə, ona görə də gözü çox yormur, belə deyim. Və gəlin mən sizə göstərim qonaq otağın yanında yerləşən mənzilin mətbəxini. Mətbəxin də ölçüsü genişdir, rahatdır. Yəni dar, uzun deyil. Eni yaxşıdır. Bura rahatlıqla 4 nəfərli, 6 nəfərli soslu dəstini yerləşdirmə imkanınız var. İlk öncə onu qeyd edeyim kimi girişdə olan üstü döşəmə burada da davam etdirilib. Burada qranitdir. Yeni mətbəx mebeli yığılıb. Tam axıra kimi bu hissədən, yəni onun deyim ki, şkaf çoxdur. Əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. İçərisini də göstərim. Üstü mərmərdir. Qaz peçi, aspirator qoyulub hazırdır. Burada soyuducun yeri, paltaryan, qabıyan yeri, hamısı yeri nəzərə alınıb. Burada da pərdəmiz asılıb və buradan da bayaq dediyim eyvana çıxış var. Kondisionerin yeri də qoyulub. Lüstr, spot, hər bir şey yenə öz yerində. Keçək, mən sizə göstərim mənzilin yataq otağını. Dediyim kimi mənzildə də təmirdən sonra bir gün belə yaşayış olmayıb. Bura isə mənzilin yataq otağıdır. Ölçü olaraq qonaq otağı ilə demək olar eynidir, hardasa 3-4 kvadrat az ola bilər qonaq otağından. Burada yerləşməni nəzərinizə çatdırım. Taxtın yeri bu hissədə nəzərə alınıb. Üzbəüz TV internet çıxışdır bura. Gözəl lüstrumuz var. Yeni qayda ilə pərdə asılıb. Kondisionerin yeri bütün otaqlarda qoyulub hazırdır. Dediyim kimi açıq rəngli divar kağızlarından istifadə olunub ümumilikdə mənzildə. Keçək, mən sizə sanitar qovşağı göstərim, sonra mənzilin məlumatları, qiymətini bir daha sizin nəzərinizə çatdıracağam. Sanitar qovşaq bayaq qeyd etmişdim, girişdən sol tərəfdə yerləşir. Burada mənzilin sanitar qovşağıdır. Ölçü olaraq burada yeni qayda ilə otaqlarda olduğu kimi çox genişdir. Yəni mənzil ümumilikdə 96 kvadratdır. 2 otaqlı mənzildir. Ona görə də bütün otaqlar sanitar qovşaq ölçüsü yaxşıdır. Burada nə var? Ara kəsmə duş kabin yığılıb. Görürsünüz. Divar içi aksesuarlardan istifadə olunub ümumilikdə. Suşilka, unitaz, moydadır. Bir sözlə burada da hər bir şey tam hazırdır. Belə, mən demək olar hər şey sizə göstərdim. Mənzili məlumatdan bir daha nəzərə çatdırım. Yerləşir Nərimanovda,
ərazinin ən gözəl, ümumiyyətlə şəhərin ən gözəl binalarından biri olan Zümrüd Rezidens yaşayış kompleksində yerləşir. Yeni təmirli, təmirdən sonra yaşayış olmamış 2 otaqlı mənzildir. Ölçüsü 96 kvadratdır. Yerləşir 14-cü mərtəbədə və mənzilin start olaraq qiyməti 355.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.